Bu 6 şeyi edirsinizsə, saçlarınızı öz əlinizlə öldürürsünüz deməkdir. Hansılardır? İndi deyəcəm. 1. Düzgün istifadə edilməyən açıcı tozlar. Zərərləri kutikulanın həddindən artıq çox açır, disulfid bağlarını qırır, saçı rezin, əsnək və dağılmış vəziyyətə gətirib çıxartır. 2. Evdə edilmiş keratin, botoks, düzləşmə prosedurları. Ucuz bazar mallarının tərkibində güclü dozada formaldehid olur və o 230 dərəcə isti ütü ilə təbii ki, saçı məhv edir. Bir neçə yumadan sonra saç bir-birinə keçərək, saqqızlaşaraq qırılıb qopmağa başlayır. 3. Keyfiyyətsiz və ucuz saç boyaları. Boya seçərkən çox diqqətli olun. Ucuz boyalar rəngi uzun müddət saxlaya bilər, amma tərkibində metallar, həddindən artıq çox ammiak və stabil olmayan pigmentlərlə düzdür, saçınızdan çox gec gedir, amma unutmayın ki, bu həm də sizin saçınızı məhv edir. 4. Hər yumada yüksək temperaturlu hava feni və yaxud da ütüdən istifadə etmək, qorunmasız halda termosprey istifadə etmədən zədələyir, kutikulanı çatladır və saçın su balansını buxarlandıraraq yox edir. Saçı qurumağa məhkum edir. 5. Saça uyğun olmayan şampun və maskalar. Yadınızda saxlayın. Yüksək SLS şampunlar, yəni sülfatı yüksək şampunlar saçı məhv edir və qurudur. Eyni zamanda düzgün seçilməyən maskalar saçı ağırlaşdırır, faydasından daha çox zərər verir. Həm saçı matlaşdırır, həm yüklüyür, həm də ki, yağlı görünməsinə səbəb olur. 6. Ən dəhşətlisi kimyəvi buruqlar. Saçın strukturunu birbaşa dəyişdiyi üçün saçı o qədər kövrək, qırılmaya o qədər müsait edir ki, düşünə bilməyəcəyiniz qədər. Hətta hələ əgər saç əvvəlcədən boyalı, asfitlyonlu və quru saçlardırsa, bu saçlar %100 qırılacaqdır. Məndən soruşan olsaydı ki, saç üçün nəyi ləğv edərdiniz? Birinci növbədə kimyəvi buruqları ləğv edərdim.